kəlmə belə deməyəcəm. Bir kəlmə belə deməyəcəm. Siz özünüz hər şeyi gördünüz. Mənim yoldaşım, o da Naxçıvandandır, idi, Allah rəhmət eləsin. Deyir ki, biz uşaq idik, qonşumuzda bir telli xala var idi. Deyir, cavan uşaqlarıq da, axşam gec gəlirik, gələndə görürdük, telli xala həyətdə oturub, yaşlı qadın olub da, belə özünü unudub, belə əyləşib, paltarı biraz yuxarı çəkilib, sərbəst oturub da, ayağını birini belə qoyub, birini belə. Bunlar da keçəndə görüblər, qışqırıblar, telli xala, telli xala. Telli xala da biraz da söyüşçül olub da, belə söyə. Bunlara, ay köpək uşağı, belə filan deyib, bunlar gedib. Səhər gəliblər qapını döyüblə, deyib, telli xala, o da deyib, hə, yenə deyib, ay köpək uşağı, nə istəyir? Deyib, heç axşam şəklimizi çəkmişsən. Şəkillərimizi ver. İndi bu xanım da, bilmirəm, xanım deyim da, eybi yoxdur. Bu qıvırcıq xanım. Nə qədər orada adam var, hamısının şəklini çəkdi. Amma xanım, yəqin siz özünüz o videoya baxdınızda ayaqlarınız, o ayaqlar, bilmirəm, belə, bəlkə də ən ağır sözləri deyə bilərəm, ən, nə bilim, hansısa fikrimi ifadə edərəm, sonra xətrinə dəyər də, Azərbaycan xanımına yaraşmır. Heç yaraşmır. Həm də bu yaşda. İnanın ki, hələ qadınları demirəm, bizdə bu show biznesdə olan qadınlar, onlar heç kim üçün yaşamır, onlar kişilər üçün yaşayırlar. Mən inanıram ki, kişilər də, bax, belə ayaqları olar. Siz özünüz gördünüz də, selülitiniz daha çıxıb tökülür yerə. Heç bu ayağı olan qadını bəyənər. Etməyin bunu. Özünüzə Azərbaycan qadını hörmət qoyun.